Sevgili kardeşim, Kur'an'da namaz yoktur ki ben sana Kur'an'da rekatlarını açıklayayım. Yani bugün kılınan ritüel namaz Kur'an'da yoktur. Dolayısıyla Kur'an'da olmayan bir şeyi ben sana açıklayamam çünkü bana göre Kur'an'da olmayan Allah'ın dininde yoktur. Hiç kim Kur'an-ı Kerim'de namazın hansı formada kıldığıyla bağlı bize şart gösterebilmez. Böyle bir şey yoktur. İkincisi, Allah'la benden arasında kimsecik girmeye cəhd etmez. Allah'la benim aramda imam, molla, şeyh, o bu varsa ben teşebbüs değil. Allah'la benim aramda hiç yok. Müteşebbüs değil. Hocam biraz bunu yazarsan sayesinde. Benim ise Kur'an'da yani hiç namazın yıkılacağı barədə bir fikir yoktu. Kur'an-ı Kerim'de namaz diye bir kelime yoktur. Yani birçok insana, biliyorum bilenler çok ama birçok insana da şaşırtıcı gelen bir ifade. Yani Kur'an'da namaz diye bir ifade kelime Hayır, yok. öyle Namaz bir kelimesi yok. nereden geliyor? Namaz kelimesi çok ilginçtir. Arap'ta da yok. Bugün Araplar falan namaz demezler. Salat mı? Salat. Kur'an'da geçen salat. Salat denir. Bazen zikir denir ama esas itibariyle salat deyince bugün salat dua demektir. Salat öyle bir anlamıyla namaz kılmak. Hayır, başka Birçok rekat, 5 rekat öyle oluyor bir şey mu? yok. Ama namaz kelimesi nereden geliyor? Biliyorsunuz biz Türkler Salam dostlar. Bu videoda bəzi hədisçilərin iddialarını ələ alacağıq və Qurandakı namaza dair ayələri oxuyacağıq. Bu hədisçilərin bəzi iddiaları var. Onlara qarşı cavab verəcəm. Bu iddialar da nədir? Quranda namaz yoxdur və Quranda salat deyilən söz var. O salat deyilir ha. O salat da namaz deyil, dua deməkdir. Yəni Quranda namaz yoxdur. İndi bu iddialara qarşı öz cavabımı verəcəm bu videoda. İlk öncə salat nədir? Salat dəstə namazla başlayan rükû və səcdəyə əyilən, qibləyə tərəf çevrilən, yəni qibləyə tərəf üz tutan rituallı namaz ibadətidir. Salat yəni dua demək deyil, rituallı namaz ibadətidir. Bu da Quranda açıq şəkildə bəlirdilir. İndi isə mən Qurandakı ayələri oxuyacağam. Bu ayədə qibləyə tutulmaqdan bəhs edilir. Əl-Bəqərə 244. Biz sənin üzünü göyə tərəf çevirdiyini görürük. Səni razı qalacağın bir qibləyə yönəldəcəyik. İndi üzünü Məscidül Hərama tərəf çevir. Yəni namaza başlamazdan əvvəl üzümüzü qibləyə, yəni Kəbə tərəfə çevirməliyik. Burada ondan bəhs edilir. İndi ikinci ayəyə keçək. İkinci ayədə isə təmizlikdən bəhs olunur. Yəni namaz qılmadan əvvəl abdəst almaq. Ey iman gətirənlər. Əl-Maidə 5 ayətin adı budur. Ey iman gətirənlər, namaza qalxdığınız zaman üzünüzü və əllərinizi dirsəklərə qədər yuyun, başınızı məss edin və ayaqlarınızı topuqlara qədər yuyun. Dostlar, bu indi tüm oxuyacağım ayələrdəki namaz sözü əslində salat sözüdür. Yəni burada salat olaraq keçir, amma ikisi də eyni məna daşıdığı üçün mən namaz olaraq oxuyacağam. Bu da sizə bir bilgi vermək istədim. Ey iman gətirənlər, namaza qalxdığınız zaman üzünüzü və əllərinizi dirsəklərə qədər yuyun, başınızı məss edin və ayaqlarınızı topuqlara qədər yuyun. Yəni burada nə demək istəyir? Namazdan öncə dəstə namaz almaq. Bu da Quranda açıq şəkildə bəhs olunur. İndi namazı vaxtında qılmaq, yəni namazın vaxtlarını deyir bu ayə. Əl-İsra 17. Günəşin meyli vaxtından gecənin qaranlığına qədər namaz qıl və sübh zamanı da Quran oxu. Çünki sübh Quranı şahididir. Yəni namazlar günün müəyyən vaxtında qılınmalıdır. Bu da Quranın bu ayəsində bəhs olunur. İndi Quranı ayaq üstə durmaq və oxumaq. Ey örtünmüş, gecənin bir hissəsində qalx namaza, yəni namazı qalxmağa əmr eləyir. Az qalx, yarısını və ya bir az, ondan az ya da çox Qurana aydın şəkildə oxu. Yəni burada deyir, ey örtünmüş, gecənin bir hissəsində qalx namaza. Namazı qaldırmaq istəyir bizi. Yarısını və ya biraz ondan, biraz az ya da çox Qurana aydın şəkildə oxumağa əmr eləyir. Yəni gecənin bir hissəsində namazı qalxırıq, sonra da Quranı oxumalıyıq. Bu ayədə də bundan bəhs olunur. İndi burada da rükû var. Rükû yəni əyilmək, namazda bizə əyilmək var. Onu deyir. Əl-Bəqərə 2. Namaz qılın və rükûda olanlarla birgə rükû edin. Yəni namaz qılanda rükû edənlərlə birgə əyilin, siz də onlarla rükû edin və namaz qılın demək istəyir burada. Əl-Həc 22. Ey iman gətirənlər, rükû edin, səcdə edin, Rəbbinizi ibadət edin. Burada isə nə deyir? Rükû bədənə öymək. Yəni namazın bir hissəsini deyir. Sonra da burada da səcdədən bəhs olunur. 2 dənə ayə oxuyacağam. Orada səcdədən bəhs olunur. Yəni başını yerə qoymaq.
Əl-Həcc 22. Səcdə edin. Əl-Muminun 23. Möminlər, onlar ki namazlarında xuşu sahibidirlər. Səcdə, yəni alnı yerə qoymaq. Quranda ibadətin əsas rəmzidir. Burada ondan bəhs olunur səcdədən. Namazda xuşu və diqqət. Bundan bəhs olunur. Həqiqətən möminlər nicat tapmışlar. Onlar namazlarında xuşu sahibidirlər. Yəni namazda diqqət və bilirsiniz. Dostlar, bəzi problemlər çıxdı, gəldim. İndi namazlara diqqət riayət etmək. Burada ayədə bundan bəhs olunur. Yəni namazlara diqqət riayət edin deyir. Namazlara xüsusilə orta namazı diqqət riayət edin və Allah üçün itaat edin. Yəni namazları davamlı və nizamlı şəkildə qılmağı burada əmr edir. Və namazdan sonra Allahı və zikr etmək. Bu ayədə bunu deyir. Namazdan sonra Allahı və zikr edin. Mənası budur. İndi oxuyuruq. Bu arada namazlara diqqət riayət etmək ayəsinin adı Əl-Bəqərə 2-dir. İndi isə namazdan sonra Allahı zikr etmək ayəsinin adı isə Əl-Ahzab 33-dür. Ey iman gətirənlər, Allahı çox zikr edin, onu səhər axşam tərif edin. Yəni namazdan sonra zikir və Quran da təriflənir burada. İndi isə hədisçilərin bir dənə iddiası var. Hədislər olmadan Quranda neçə rükət qılacaqsınız namazı da. Yəni neçə rükət qılacaqsınız namazı. İndi burada isə 2 dənə ayə var. Əl-Bəqərə 2, Əl-Müzəmmil 73. Namazlar xüsusilə orta namazı diqqət riayət edin. Təsirlərə görə orta namazı bəzən də günorta namazı 2 rükət qəbul olunur. Əl-Müzəmmil 73. Rəbbim bilir ki, sən gecənin 3də 2-sinə qədər, bəzən yarısını və ya 3də 1-ni ayaqda keçirirsən. Yəni namazı da ayaqda qıldığımız üçün bu da gecə namazının uzun olması və 3 rükət və 4 rükət qılmağımızı əmr edir kimi. Yəni o mənanı verə bilir də bu ayə. Quranda tam-tamına demir ki, namazı 4 rəkat qılın və ya 3 rəkat qılın. Yəni burada mənanı verib, o da bu mənaya gələ bilir. Yəni namazda açıq şəkildə bəhs olunmayıb neçə rükət qılmağımızı, amma burada bu mənası deyir ki, 3 rəkat, yəni mənası budur. Nəysə dostlar, sağ olun. Bu videonu da belə bitirək. Bu videoda bəzi hədisçilərin iddialarına cavab verdi. Yəni mən deyim, mən hədisləri qəbul eləmirəm. Mən özüm də Quran müsəlmanıyam. Ona görə Quran üzərindən çox gedirəm. Yəni kanal da mövzu olduğu üçün mən çox Qurandan gedirəm. Nəysə dostlar, sağ olun, var olun.